Yağlama. Türklərin o məşhur yağlamasını bişiririk. Kayserililərin məxsusən də. Soğanı qovururuq, üstünə əti vururuq. Ət suyunu çəkir, yaxşı qovurulur. Görürsüz soğanlar da qəşəng karamelizə olub necə deyirlər. Sonra pomidoru keçirdirik blenderdən. O sırada ət qovrulur. Ətin üstünə atırıq biberləri. Biberdən sonra biber pastası, sonra paşa gəlir. Paşa gedir, blenderdən keçirdiyimiz pomidoru vururuq ətə. Pomidor da biraz qovrulandan sonra ədviyyatını qatırıq. Paşa hər şey təəccüblənəndən sonra yenə də bişirməyə davam eləyirik. Təbii ki, paşa qucağımda davam eləyirəm. Əti bişirib bitirdikdən sonra keçirəm xəmiri yaymağa. Əvvəlcədən yoğurub qoymuşdum dincəlməyə. Əti bişirib qutarandan sonra da keçdim, yaydım. Lavaşdan bir balaca qalın olacaq şəkildə yayırıq. Çox yox, hardasa 1 ya da yarım millimetr qədər daha qalın. Sonra da o lavaşları 4 qatlayıb ətə batırırıq, yaxşıca yağlayırıq. Elə sözün əsl mənasında yağlama olur. Sonra da əti ortasına yayırıq qəşəngcə. Qat-qat eyni şəkildə yığıram. Hardasa 11 qat elədim səhv eləmirəmsə. Ətim o qədərə çatdı, amma lavaşım daha çox idi. Sonra saxladım qalanını səhər yeməyə. Paşa çağırır. Ən sonunda da 4-ə bölürük, ortasına qatıq qoyuruq. Qatığı istəyən sarımsaqlı eləyə bilər, istəyən sarımsaqsız. Mən sarımsaqsız eləmişdim. Və adətən gördüyüm videolarda üstünə cəfəri də vururlar, amma mən vurmadım. Belə də dadlı idi yəni. Hazırlamaq imkanı olan bacaran hər kəs hazırlasın deyərdim. Göz haqqınızı halal eləyin, çox ləzzətli idi. Hazırlayacaq olan hər kəsə nuş olsun, bizə də nuş olsun.